Salam dostlar, yeni mutfak videoma hoş geldiniz. Bugünkü yemeğimiz böyle bir kartoşkalı, yumurtalı ve Holland pendirli bir yemek hazırladım özüm için. Bir yoldaşımın təklifiydi. İlk dəfə mən də sınayacağım. Xiyar burada, biraz ketçup koydum ve burada labne pendirli çörəklər, qarpız, zeytun ve tabii ki sok. Necəsiz, xoş gördük. Yeni videoma xoş gəlmisiniz. Mutfaq seçməyə yeni başlayıram. Açığı bu videolar mənim üçün də biraz yaddır. Mən də yeni öyrənirəm sizlə birlikdə. Çox dadlıdır. Kişilər həqiqətən ağzının dadını bilirmiş. Necəsiz, necə gedir işləriniz? İstilərlə necə yol gedirsiniz? Onu deyim ki, burada 30-35 dərəcə isti olur. Çanakkale şəhərində. Kondisioner olmasa mümkün deyil. Çok tatlıdır. Səhərdən heç nə yeməmişəm. Video üçün dedim hazırlayayım tez. Həm video seçim, həm də yemək yeyərəm. Ümumiyyətlə bugün istəyirəm həyatda istəklərimizdən, arzularımızdan və hal-hazırda onların neçə faizini həyata keçirmişik, onlardan danışaq. Məndə ömür boyu çox çətinliklə olub hər şey. Nə yalan deyim. Mütləq ki, mən dırmaqlamalıyam, əziyyət çəkməliyəm uzun müddət, ondan sonra mənə bu mükafatlar verir. İş yoldaşlarımdan görürdüm, dostlarımdan görürdüm. Həyatları çox rahat olurdu. Həmişə ətrafda onlar üçün kimsə təhsilini həll edirdi. Artıq işləyəcəyi işi tapırdılar. O eləmədən onun əvəzinə kimlərsə eləyirdi. Və yaxud ya valideyn, ya qohum-əqraba, ya nəsə. Məndə isə həmişə belə olub ki, mütləq çözüm eləmişəm. Necə özüm, düzdür. Təhsilimi deyə bilmərəm, təhsilimi özüm eləməmişəm. Təhsilə qədər hazırlıqlarımı özüm eləməmişəm, valideynlər eləyib. Ora qədər deyə bilmərəm. Amma təhsildən sonra iş həyatı oldu. Bugünə qədər ən çox zorlandığım məndə iş həyatım olub. Çox çətin olub. İstədiyim kimi iş tapa bilməmişəm. Ümumiyyətcə, istədiyim fakültəni oxumamışam. Ondan sonra da o fakültə üzrə iş tapmaq dəhşət çətin olub. Daha sonra fakültədən tamam başqa bir yerə mən yönəldim. Tibb sahəsinə yönəldim. Tibb sahəsində hər şey yaxşı idi, pis deyildi. Amma elədir ki, özəl şirkətdə işləyirsinizsə, buna sizin sağlam bir sinir sisteminiz lazımdır. Çünki özəl şirkətdə işçilərlə həddən artıq çobuk davranılır.
Sanki quldarlıq dövrü kimi. Mən sənin maaşını verirəm, pisiyon. Belə olmalıdır. İstədiyim saatda gəlməlisən, istədiyim saatda çıxmalısan. İşin oldu olmadı, mən istədiyim tapşırıqları eləməlisən. Və plus da bunların bütün bu psixoloji şiddətlərə də dözməlisən. Yemək həqiqətən dadlı olub, biraz soyuyub, isti deyil. Sokla da geçenlidir. İsti yemək istəmədim. Birinci yağlı olar, birdən mədəni vurar. Çünki pendirdə yağlı idi. Və qızarmış kimi bir şey oldu. Yumurta, pendir və qızarma. Dedim, biraz mədəni vurar, birdən soydum, sonra yiyeyim. Belə. Mənim iş həyatım belə keçib. Stres, depresiya, əsəb. 6 il işləmişəm. Və bilmirəm, bəlkə də dövlət işində belə olmazdı, bu qədər çətin olmazdı. Düzdür, işim, hər şeyim çox yaxşı olub, çox razı olublar mənimlə, işimlə. Amma psixoloji şiddət həmişə olub bizdə. Bizdə tibb sahəsi idi, ona görə belə idi. Bilmirəm, bəlkə siz fərqli sahələrdə işləmişsiniz və özəl şirkətlərdə, orada belə deyil. Amma məsələn, rəqib şirkətlər, rəqib işçilərlə də biz görüşmüşük. Hər kəs deyim ki, razı olan, tam belə ürəyincə olan, işi ürəyinizə olan heç bir insan tanımamışam. Amma bilirəm ki, dövlət işində belə deyil. Çünki dövlət işində yaxınlarım da işləyir, qohumlarım da işləyir. Dövlət işində ən azından psixoloji şiddət o qədər yoxdur, gərginlik o qədər yoxdur. Yeməyə kartoşka rəndələmişəm. Ya, o qədər gözəldir, ağızda dağılır. Amma nə üçün dözürsən, səbir edirsən? Çünki deyirsən ki, pul lazımdır, gələcək lazımdır, hara getsən belə olacaq. Bir də bu psixologiya var işçidə. Hara getsəm belə olacaq, bundan yaxşı yer olmayacaq. Hara getsəm eyni münasibət olacaq. Və bunun da əslində işçinin beyninə müdür yeridir. Rəhbərliyi yeridir. Bizdə nə deyirdilər? Deyirdilər ki, oturun durun şükür edin. Hara getdiniz bundan betəri var. Açıq deyirdilər. Açıq deyirdilər ki, hara getdiniz bundan betəri var. Çətin olacaq, bütün işlər çətindir. Bir növ insanı, necə deyim, istəyir ki, psixologiyasını korlasın və ancaq otursun, dursun, şükür eləsin ki, mən nə yaxşı buradayım, üzr istəyirəm.
müddət dözürsən, ondan sonra artıq o insan səbri tükənir. Deyirsən ki, yox, nə də olsa, eybi yox, pulsuz qalım. Amma bir də mən bu işdə qalmayayım. Həmişə narazıdırlar. Həmişə pis nəsə olur. Heç vaxt sağ ol eşitmirsiniz. Özəl şirkətdə olanlardan deyirəm. Özəl şirkətdə düşünməyin ki, siz nə vaxtsa sağ ol eşidərsiniz. Özəl şirkətdə heç vaxt sağ ol eşitmirsiniz. Heç vaxt hə, yaxşıdır, eşitmirsiniz. İşin yaxşıdır, eşitmirsiniz. Həmişə eşitdiyiniz bir cümlə olacaq ki, daha yaxşı ola bilər. Bundan daha yaxşı ola bilər. Pis deyilsən, amma daha yaxşı ola bilər. Belə çörəyin üstünə labini çəkmişəm. Çox bəyənirəm belə. Labini pendir. Dadlıdır. Yayda ümumiyyətcə ən gözəl yeməyi qarpız pendirdir. Düzdür. Daha çox ağ pendirlə yeyilir qarpız. Ağ pendir, yəni normal pendirlə. Amma krem pendirlə də əla. Mən ümumiyyətcə baxıram sosial şəbəkələrdə xaricdə özəl şirkətdə çalışan insanlara. Yəni öz millətimizə, Azərbaycanlara. Onlar ancaq tərifləyir. Haqlıdırlar, düzdür, çünki şərtlər fərqlidir. Amma bizdə içimən qarışıq, ancaq məcbur olub işləyirsən. İşə gedəndə işdən zövq almırsan, işdə olduğun saat iş səni zövq vermir. Zihinsel olarak çok yorur. Ancaq ola bilər ki, sən kollektivin yaxşı olsun. O da bir-iki nəfər. Bir-iki nəfərdən sonra apar kullan. Ya onlarda da müdürə yaxınlıq eləmək üçün işçini satır. Ya da ki, ümumiyyətcə başını girməyir. Bu qədər dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Rəylərdə yazın, fikirləriniz mənim üçün çox maraqlıdır. Hal-hazırda işlədiyiniz işdən razısınız, hansı çətinlikləri, hansı sizə xoş olan tərəfləri var, mənim üçün maraqlıdır, mütləq oxuyacağım.